Deməli, dostum, qardaşım, bu günlər Temudan sifariş verməyi sənə öyrədəcəm. Plus ki, tam pulsuz olaraq sən bu video vasitəsilə necə smart customsa bəyan edə bilərsən, onu öyrənəcəksən. Çox möhtəşəm video olacaq, mütləq sona kimi izlə. Qaçıracağın hər hansı bir detal sənin problemlə qarşılaşmağına səbəb ola bilər. Ona görə məsləhətim budur ki, qaçırmadan hər bir detalı izləyirsən. İndi isə çox vaxtını almıram, keçirik videoya. Temudan sifariş vermək üçün Temunu App Store və yaxud da Play Store internet mağazasından indirdikdən sonra daxil oluruq. Daxil olduqdan sonra biz qeydiyyatdan keçməliyik. Qeydiyyatdan keçmək üçün ortadakı siz bölməsinə gəlib, buradan biz deməli girişlə bağlı Apple-dan, Google-dan, Facebook-dan telefon nömrəsindən istifadə edərək daxil ola bilərik. Mən e-maillə daxil olacağam. Daxil olduqdan sonra qarşımıza belə bir səhifə açılır. Sifariş etmək üçün ana səhifəyə gəlirik və axtarış yerindən ürəyimiz istəyən bir məhsulu axtarışa veririk. Məsələn, kişi ayaqqabı. Axtarışa vurduqdan sonra bəyəndiyimiz məhsulun içinə giririk və burada ölçüləri görə bilərik. Ölçüləri tam dəqiq bilmək üçün burada bədən kılavuzu var. Bədən kılavuzu sizin ayağınızın ölçüsünə uyğun burada qeyd olunubdur. Məsələn, ayaq uzunluğunuz 24.8 sm-dirsə, 39 razmer, yəni ölçü sifariş edə bilərsiniz və digər burada ölçülər mövcuddur. Bura mütləq göz gəzdirin, çünki ölçülərdə fərq ola bilər. Ümumi məsləhət verim ki, Çindəki ölçülərlə bizdəki ölçülər üst-üstə düşmür. Bu səbəbdən də mütləq ki, aşağıda müştəri rəylərində oxuyun və insanların ölçülərin düz gəlib gəlməməsini buradan görə bilərsiniz. Məsələn, burada yazıb ki, kendi bədən ölçümümə görə sifariş verdiyim və beklədiyim kimi gəldi. Məsələn, bu məhsulun ölçüləri demək ki, bizim ayaqqabı ölçülərimizə uyğun gəlir. Və ilk dəfə qeydiyyatdan keçəndə müəyyən kampaniyalar endirimlər verə bilər. Məsələn, bu məhsulu 3 manat 80 qəpikdən bizə təklif eləyir. Hətta bu məhsulu sifariş etmək üçün biz səbətimizi atırıq. Bir dəqiqə buradan seçimimizi edirik. Səbətə əlavə edirik. Səbətə əlavə etdikdən sonra deməli məhsul 6 manat 31 qəpik oldu. Ola bilər ki, məndə bu profil çoxdan profildir, amma sizdə müxtəlif kampaniyalar mövcud ola bilər və sifariş etmək üçün sizdə 30 manat limiti də ola bilər növbəti sifarişlərinizdə. Bu səbəbdən səbətinizi 30 manat edin. İndi sifariş etmək üçün aşağıda baxın ödəyin bölməsinə klik edirik. Buradan yaşadığımız rayonu seçməliyik. Məsələn, Abşeron rayonu seçib buradan Bakının bir çox qəsəbələrini və kəndlərini görə bilərik və yaxud da Bakı şəhərinin özündə qalırıqsa, buradan Sabunçu rayonu, nə bilim, Qaradağ rayonu, Binəqədi rayonu falan seçə bilərik. Məsələn, mən Yasamal rayonu seçim eləyirəm. Daha sonra bura Nazim Hikmət, yaşadığımız ünvanı qeyd edirik. Nazim Hikmət 0. Burada qeyd olunan məlumatlar tamamilə random olaraq adres məlumatlarıdır. Aşağıda məsələn yaza bilərik ki, ev 0, mənzil 0, blok 0. Tam dəqiq məlumatlar qeyd etsəz daha yaxşı olar. PIN kod yerinə isə vəsiqənizin üzərində olan 7 rəqəmli PIN kodunuzu daxil edirsiniz. Mütləq və mütləq ki, doğru yazın PIN kodunuzu, yoxsa gömrük və bəyannamədə problem yarana bilər. Burada PIN kodu random olaraq qeyd eləyirəm. Ad yerinə məsələn Ali, soyad yerinə Qasimzadə. Ad soyad məlumatlarını da doldurduqdan sonra aşağıda nömrə yerinə mobil nömrəmizi daxil edəcəyik. Qaydet deyirəm və bu qədər. Burada məndən 30 manat məhsul seçməyimi istəyir və mən sizə demişdim, bəzən kampaniyalar olur, 30 manat limitinə ehtiyac olmur, amma ümumilikdə proqramın qoyduğu şərt budur. Mən 30 manata çatdırmaq üçün bura başqa bir məhsullar da atacağam. Bu ayaqqabını da atıram sizə örnək üçün. Ödəniş səhifəsinə gəldikdən sonra burada təslim alım və standart var. Bunların fərqi nədir? Standart odur ki, bayaqların biz qeyd etdiyimiz ev adresimizə kuryer tərəfindən bizim məhsullarımız çatdırılır. Təslim alım isə odur ki, əgər bizim həmin gün, məsələn, kuryer çatdıracağı günü bilmirik və həmin gün düşünürüksə, ola bilər ki, evdə olmaram, başqa bir yerdə olaram. Bu səbəbdən təslim alım vururuq ki, gedib ən yaxın məntəqədən biz məhsulumuzu götürə bilək. Bunun üçün nə edirik? Təslim alım seçirik. Təslim alma adresi dəyişdir yerinə gəlib. Burada yuxarıda dəyişdir vururuq və xəritədə görüntülə deyirik. Xəritədə görüntülə vurduqdan sonra Yasamalda çıxan təhvil məntəqələrini görə bilirik. Yaxınlığımızda poçt varsa, məsələn 10-15 yazıram. Yasamalda poçt kodları yadımdan çıxıb mənim. Eyb yoxdur. Yasamalda yaşadığımız yeri tapırıq. Tapa da bilmiriksə, burada biz GPS-i açıq qoyduğumuz zaman özü tapır. Baxın.
Yasamala yaxınlaşdırıram. Yasamalda məsələn İnşaatçılar metrosunda 166 kargo var. Bunu seçirəm. Aşağıda fin kod yerini yenidən doldururuq. Öz fin kodumuzu yazırıq. Ad soyad yerinə məsələn Ali, familiya Qasimzadə, telefon nömrəsinə də telefon nömrəmizi daxil edib qayd edirik. Yəni standartdakı adres məlumatları ilə teslim alımdakı qeyd etdiyimiz məlumatlar eyni olmalıdır. Aşağıda kartla ödəniş edə bilərik və yaxud da Apple Pay ilə. Bura kart məlumatlarınızı daxil edəcəksiniz. Sonra karta eklə vuracaqsınız. Daha sonra isə sifarişi tamamla deyirik və artıq bizim məhsulumuz sifariş edilir və daha sonra gözləyirik hardasa 3-5 gün ərzində bizə bəyannamə ilə bağlı SMS gələcək və videonun davamını izləyin, bəyannamə prosesində göstərirəm. Temudan aldığımız məhsulu necə bəyan edə bilərik? Bu videoda mən sizlərə onu göstərəcəm. İlk öncə gəlirik Temuya, ana səhifədən keçirik biz siz bölməsinə və buradan sifarişlərimizə. Burada gördüyünüz kimi məhsulumuz kargoya verildi statusundadır. Bu məhsula biz 1 manat 96 qəpik pul ödəmişik. İndi gələcəyik Smart Customsa. Smart Customsa daxil olacağıq. Smart Customsa daxil ola bilmirsinizsə, yuxarıda sağ tərəfdə çıxan kartlardan Smart Customsa daxil ola bilməyən insanlar üçün hazırladığımız videonu izləyin. Daha sonra qayıdın bu videonu izləyin. Buradan elektron ticarət sadələşdirilmiş bəyannamə bölməsinə giririk. Daha sonra bəyan edilməmişlər bölməsinə gəlirik və burada Azərpost tərəfindən bizim bağlamamızın bura əlavə edildiyini görürük. Burada biz bəyan et bölməsinə klik edəcəyik və orada şəxsi məlumatlarım düşməsin deyə növbəti səhifədən davam edəcəyik. Növbəti səhifədə bizdə deməli izləmə kodu, Azərpost, Çin və burada mağazanın adı, yəni Temu yazılıbdır. İrəli vururuq, bura ilə işimiz yoxdur. Daha sonra əlavə et vururuq. Malın daxil olduğu əsas qrup bölməsinə isə biz məhsulumuz baxırıq ki, bizim elektronikaya aid bir məhsuldur. Onun üçün də burada elektronika seçirik. Siz də həmçinin məhsulunuz elektronikadısa elektronika, paltardısa paltar, ayaqqabıdsa ayaqqabı. Alt kateqoriya isə burada yaza bilərik ki, məsələn, aksesuar yoxdursa əgər digər. Ümumi invoice qiymətimiz isə 1 manat 96 qəpik. 1 manat 96 qəpik. Valyuta yerindən isə biz Azərbaycan manatı seçirik. Daşıma xərci isə 0. Miqdar əgər sizdə çoxlu bağlama varsa, 5 dənə bağlama gətirirsiniz tutalım ki, biz burada kateqoriya olaraq ən bahalı məhsulun kateqoriyasını yazacağıq. Məsələn, şalvar 10 manatdır. Atıram, bir dənə də köynək almısınız, o 5 manat. Biz burada 10 manatlıq şalvarın kateqoriyasını yazacağıq. Məbləğ yerinə isə ümumilikdə olan 15 manatı yazacağıq və miqdar yerində isə bağlamamız 1 bağlamada gəldiyi üçün bütün məhsullar 1 qalır. Bağlama miqdarı 1 ədəd qalır. Daha sonra irəli vururuq. Aşağıda biz bəyannamədə yanlış məlumat göstərməməklə bağlı burada işarəni klik edirik və daha sonra təsdiqlə deyirik. Tamamla vurub bitiririk. Bu qədər artıq bizim bağlamamız bəyan edildi və biz Temudan gəlib bundan sonra Temuya daxil olub burada takib bölməsindən məhsulumuzun harda olmasını da görə bilərik. Gördüyünüz kimi bağlamamız bizim sifariş göndərildi statusundadır və biz bəyan etdiyimiz üçün bir neçə gün ərzində bu status dəyişəcək. Temuda sifarişi bəyan etdikdən sonra təxmini 5-7 gün arası məhsulu təhvil alacaqsınız. İndi istisnalar ola bilər, reyslərdə gecikmələr falan, onları da nəzərə alın, amma ümumilikdə 5-7 gün arasında məhsul gəlir. İnanıram ki, sizin üçün qaranlıq qalan bir məqam qalmadı. İzlədiyiniz üçün təşəkkürlər. Və dostum, daha bir videonun sonuna gəldik, çatdıq. İnanıram ki, sənin üçün faydalı video olmuşdur. Aşağıdan əldə kanalıma abunə deyilsənsə, bir saniyəni ayır kanalıma abunə olmağı, videonu bəyənməyi və bu haqda məlumat olmayan dostum varsa, videonun linkini kopyalayıb ona da göndərməyi unutma. Özünə yaxşı bax, hələlik. Fearless.